Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugünkü videomuzda biz attestasiyadan danışacağıq yenə də, amma düzgün attestasiyadan danışacağıq. Yəni musiqi müəllimləri, bir instrument öyrədən müəllimlərdən söhbət gedir. Təbii ki, bu solfeji nəzəriyyə qoyduq qırağa. Bir nağara müəllimini götürək və yaxud da tar müəllim özü üçün buna aid eləyə bilər, digər alətlərin müəllimləri aid eləyə bilər. Bir aləti öyrədirsə, tədris edirsə, bu müəllim necə attestasiya olunmalıdır? Bu müəllimin bilik və bacarıqları hansı səviyyədə və necə yoxlanılmalıdır? Bu haqqda danışacağıq. Çalışacağım qısa video olsun, yaxın əyləşin. Birinci meyar nə olmalıdır? Attestasiya edən orqan bilməlidir ki, müəllim kimdir, konservmeister kimdir. Müəllimdən nə tələb olunur, konservmeisterdən nə tələb olunur. Müəllimdən ifaçılıq tələblərini etmək hal-hazırda ki, necə attestasiya proqramında eləyirlər, absurddur, səhvdir, xətalıdır. Balaca bir şey tələb edəmək olar, bir dənə əsər çal görək necədir, əlin qolunu çala bilirsənmi, vapşet demək olar, okey. Amma iri həcmli əsər çal, iki müxtəlif xarakterli əsər çal, biri xarici bəstəkar filan, bunlar olmaz. Çünki o konservmeister deyil, bəlkə də 40 ilin müəllimidir, bəlkə də 50 ilin müəllimidir, bəlkə də 58 yaşı var, bəlkə də 60 yaşı var. Ondan belə bir şey tələb etmək olmaz, bu düzgün deyil. O gücündə deyil, əvvəlki gücündə deyil ki, 3 hissəli, 4 hissəli əsər çalsın. Amma o əsəri dəfələrlə eşidib tədris eləməyə hazırdır və onun hər şeyini bilir, hakimdir. Yəni müəllimin yoxlanılması ifaçılıqla bir gətirilməməlidir. İfaçılıq başqa şeydir, konservmeisterdir, müəllimlik başqa şeydir. Müəllimin yoxlanılması necə olmalıdır? Biz buna deyinməliyik. Biz bilməliyik ki, müəllim birbaşa tələbə ilə işləyir. Konservmeister notu qoyursan qabağına çalır. Okey, bu işi bitdi. Müəllim nə edir? Tələbə ilə işləyir, notu ona başa salır, əsəri ona başa salır, əl zərbələrini ona başa salır. Hər şeyi çalışır ki, o uşağa uyğun edəsin. Bir uşaq biraz siz də mənə baxışın, geri zəkalıdır, zəkası biraz geridir. Bir uşaq baxırsan ki, hər şeyi deyən kimi götürür. Hər uşağa görə yanaşmanı tutmalıdır. Hər uşaqla yolu tutmalıdır. Onu incitməməlidir, qorxutmamalıdır, qovmamalıdır. Yəni məktəbə gəlməməzlik olmamalıdır. Hörmət saxlamalıdır arasında. Yəni müəllimin yanaşması pedaqoji cəhətdən çox fərqlidir. Müəllim ifaçı deyil. Bəzi müəllimlər məsəl üçün özünü veriblər təhsil yönümlü, yazıya, pozya, nəşrlərə filan. Bunlar heç bəlkə də ifa eləmirlər aləti. Sən onu niyə ifaçı kimi yoxlayırsan? Yəni qısacası bilmək lazımdır ki, pedaqoq müəllim başqadır, ifaçı, müşayiətçi, konservmeister isə başqadır. Bunları ayırandan sonra artıq biz gəlirik bu müəllim necə yoxlanmalıdır, onun bilik və bacarıqları. Müəllimin bilik və bacarıqlarının yoxlanılması bir şərtlə çox gözəl olur. Biz həmin müəssisəyə düşünək ki, nazirlik tərəfindən və yaxud hansı bir qurum tərəfindən yoxlanma aparılmalıdır. Həmin müəssisəyə xəbərdarlıq göndərilir. Misal üçün 6 ay ərzində, 3 ay ərzində sizin müəssisədə attestasiya keçiriləcək. Bitdi. Məlumat göndəriləndən sonra komissiya eyni anda 5-6 müəssisənin də olar, yəni fərq eləməz. Komissiya ayrılır. İxtisaslar üzrə də ola bilər bu. Qarışıq da ola bilər. Çünki misal üçün nağara ixtisasını həm nağara müəllimini göndərə bilərlər, həm də məsələn bir pedaqogika müəllimi göndərə bilərlər. 2 nəfərlik, 3 nəfərlik, 5 nəfərlik bir heyət kimi. Günün hər hansısa bir vaxtı cədvəli götürürlər məktəbdən. Kimi attestasiya edirik misal üçün? Bu həftə filan kəslər siyahı tərtib olunur, verilir əllərinə. Gedirlər, girirlər ani momentdə Hüseyn müəllimin dərsinə. Otururlar Hüseyn müəllim dərsinə, məsələn mənim dərsimdə. Buyurun müəllim dərsinizi keçin. Mütləq hörmət səviyyəsinin çərçivəsində seçiləndə insanlar, orada olan müəllimlər, attestasiya auditlər mütləq onlar da təlimatdan keçirilməlidir ki, heç bir şey deyilmək olmaz, problem yaratmaq olmaz, sakitcə qulaq asın, qeydlər aparın. Yəni heç bir halda yəni maneçilik və yaxud öz bildiyini demək olmaz. Qeydlər aparmaq olar sadəcə. Girirlər, otururlar, xoş gülər üzrə. Buyurun müəllim, davam edin. Müəllim başlayır öz dərsini davam edir, keçir uşaqlara, öyrədir, başa salır deyib, qulaq asırlar, edirlər, qeydlərini aparırlar, hansı düzdür, hansı səhvdir, nəyi səhv deyir, nəyi düzdür, qeydlər aparırlar. Çıxanda deyirlər, Hüseyn müəllim çox sağ olun, təşəkkür edir, uğurlu dərslər, çıxırlar, gedirlər. Vəsiyo, 3 gün, 5 gün sonra və yaxud 1 həftə sonra və yaxud neçə müddətsə sonra yenidən açırlar qapını, girirlər ki, xoş gördün müəllim, necəsiz? Onlar oturaq, buyurun əyləşin. Otururlar, yenidən qeydlər aparırlar, qulaq asırlar, 3 dərs, 5 dərs, belə otururlar, qeydlər aparırlar və son anda 5 dərsdən sonra götürək, müsahibəyə çağırırlar həmin şəxsi. Müsahibə prosesində daha da ətraflı bir kollektiv otura bilər. Həm qeydləri üzərindən danışırlar ki, siz belə dediniz, amma niyə belə yanaşırsınız, ya niyə belə elə? Və yaxud da orada əlavə suallar vermiyorlar, ifaçılıqla bağlı, tədrislə bağlı bilinməli olan suallar. Daha sonra nəticə çıxarmaq olur ki, heç ifaçılığa ehtiyac yoxdur. Yaxşı, deyək ki, bir dənə nəsə tədris prosesindən bir məşğələ bu necə ifa eləyərsiniz desinlər və yaxud da tədris eləyərsiniz desinlər. Bu qədər sadəcə. Ondan sonra deyirlər, təşəkkürlər müəllim, çox sağ olun, əziyyət verdiyi sizə, hörmət çərçivəsində. Yəni müəllim, mən səni sınayıram, gəl görüm, mən səni keçirdəcəm, keçirtməyəcəm, gəl görüm, falan şey nədir, yox, elə yox. Tam əksi, hörmət çərçivəsində müəllim, üzrlü sayın, bəs baxın, bu necədir, bu necə idi, bu necə idi, siz niyə belə etdiniz? Oldu, çox sağ olun, Allah razı olsun, uğurlar sizə, çıxdı, getdi. Sonra hazırlayırsınız, göndərsiniz direktora ki, məsələn, biz bu sizin müəlliminizdən razıyıq, nazirlik olaraq biz onu qiymətləndirdik və yüksək ballar və yaxud da keçdi attestasiya proqramımızdan sizin hər hansısa bir narazılığınız var. Əgər direktorun narazılığı varsa,
Digərlərindən soruşmağa ehtiyac yoxdur, direktor müavinindən, şöbə müdiri azadından ehtiyac yoxdur, çünki onlar münasibət olsa direktora bildirərlər. Direktor da o şəxsdən razıdırsa, müəllim attestasiyadan keçmiş sayılır və işini, fəaliyyətini davam elətdirir. Proses belə olmalıdır, çünki müəllimin qiymətləndirilməsi açıq dərslə də olmur. Açıq dərs nədir ki, hazırlaşırsan öncədən 3-5 dəfə gedirsən, danışırsan cəmaatın qabağında. Ona ehtiyac yoxdur. Yəni biz dərs prosesinin özündə görməliyik onu. Yaxşı, deyək ki, onu deyək, açıq dərsdə olsun. 5 dərs gəlsinlər, girsinlər, otursunlar dərsə, 6-cı dərs bir dənə açıq dərs tələb eləsinlər, 7-ci dəfədə müsahibə eləsinlər. Bu da müəllimin qiymətləndirilməsi, müəllimə pedaqoq kimi, ifaçı kimi yox. Elə o da ifaçılar tanıyıram ki, bir şeyi uşağı başa salan qədər əsəbləşir, qulağın dibinə bir dənə qoyur, atası dava, polis qırğın. Yəni baxırsan ki, ifaçılıq hər şey deyil, pedaqoq olmaq başqa bir şeydir. Müəllimin müəllimə layiq qiymətləndirmək lazımdır. Bilmək lazımdır ki, müəllim kimdir, konsermester kimdir, yəni müşahiətçi kimdir. Ona görə məsləhət görərdim ki, mənim bu tövsiyələrimi göz ardı eləməsinlər, müvafiq qurumlar bunu nəzərə alsınlar ki, müəllimin qiymətləndirilməsi, ona iri həcmli əsər və yaxud da müxtəlif xarakterli 2 dənə əsər, biri xarici olmaqla filan qiymətləndirilir. Xüsusən onu da qeyd etmək istəyirəm ki, elementar musiqi nəzəriyyəsi deyə bir nəzəri mövzu var. Onu da hər bir musiqiçinin bilməyə çox gözəldir və bilməlidir. Amma orada nağara aləti ifaçıları və zərb alətləri ifaçılarında mötərizə yazılmalıdır ki, ixtisası əhatə edəcək çərçivədə. Çünki elementar musiqi nəzəriyyəsi tamam hər kəsin bilməli olduğu şeydir. İntervallardan tutmuş, yəni septakkordlar, dominant septakkordlar, artırılmış üst səslə filan mövzular, hamısı bunlar yaxşı mövzulardır. Onların həll olması filan qəşəng, hər şeyi bildik. Amma müəllim onu tədris eləmir. Əgər müəllim onu tədris eləmirsə, onu bilməli deyil. İndi burada sual çıxır ki, niyə bilməli deyil, o savadlı olmalıdır filan, olmamalıdır. Niyə? O onu bilməyə bilər. Çünki o ondan artıq imtahan verib işləyir. İndi o uşağa onu aşılanmır onsuz da. Çünki onun özünün elementar musiqi nəzəriyyəsi müəllimi var. Uşaq birinci sinifə girdi, elementar musiqi nəzəriyyəsi müəllimi var. Elementar musiqi nəzəriyyəsi, ona elementar musiqi nəzəriyyəsi öyrədir. Sən ixtisası öyrədirsən. Sən ona interval öyrətmirsən, çünki öyrədə bilməzsən. İnterval tonajdır. Məsələn, kiçik sekunda, yarım tondur. Hansı yarım tondan söhbət gedir diapazonsuz alətdə? Mən nəyi tədris edəcəm? 3 səsli qurmaq lazımdır. Tersiya, məsələn, sekunda. Tersiya, sekunda. Mən hansı tonajlarla quracağam kiçik tersiyanı və yaxud da böyük sekundanı və yaxud necə quracağım da nağarada yoxdur. Mən bunu niyə tədris eləməliyəm? Bu mənə lazımsızdır. Ona görə deyirəm, ixtisası əhatə edəcək çərçivədə. Təbii ki, burada proses necə olmalıdır? İxtisası əhatə edəcək çərçivədə dedikdə, biz özümüz də və yaxud da nəzəriyyə müəllimi ilə uşağın paralel iş apara bilərik. Notları öyrəndilər, notlara aid məşğələlər, notları ona başa salmaq, xanələri öyrəndilər, xanələri onlara başa salıb orada məşğələlər göstərmək. Yəni, paralel bir iş görmək olar. Vəzni artan işarələri öyrənirlər, ixtisasında onu tətbiq eləməyi. Hansılar ki, nağara ifadəsinə lazımdır, təbii ki, onları nağara müəllimi bilməlidir. O başqa. Hansılar ki, diapazonlu alətlərə aiddir, onu nağara müəllimlər bilməsə də olar, o onlara lazım deyil, bir ömür boyu da bəlkə istifadə eləməyəcək. Amma bilməkləri üstünlükdür təbii ki, amma onu ondan tələb eləmək səhvdir. Mən diapazonsuz alətdə, məndən diapazonlu septakkord qurmağı tələb eləyə bilməzsən, etməməlisən. Mən onu tədris eləmirəm, bilməyim özüm bilərəm, mən üçün yaxşıdır, bilməməyim bəlkə də mən üçün yaxşıdır. Onun sizə aidiyyatı yoxdur, çünki onu tələbəyə tədris edən başqa müəllimdir. Siz o müəllimi fəndən yoxlamalısınız. Qısacası, müəllimlərə yanaşmanı dəyişməyə lazımdır. Attestasiya proqramını dəyişməyə lazımdır, əl gəzdirməyə lazımdır. İnşallah ki, dediklərimlə razısınız. Razısınız da şərh bölməsində fikirlərinizi gözləyirəm. Özünüzdən müğayət olun, Allaha əmanət olun.